Elvin Cəfərquliyev barədə nə demək olar? Yenə qırmızı aldı. O da Qurban Qurbanov belə artıq gülür. Yox, Qurban Qurbanov belə gülür. Sual verir həmkarlarımız ki, Elvin Cəfərquliyevin bu qırmızı vərəqə alması ilə bağlı nə deyə bilərsiniz? Deyir, elə bir şeydir ki, onu nə sən bilirsən, nə mən bilirəm, nə də özü bilir. Qardaşım, bunu bir il bundan qabaq demişik də, Ruslanla nə qədər danışdıq. Elvin Cəfərquliyev psixoloqla işləməlidir. Yəni əstəğfurullah, Elvinin psixoloji problemi var deyə sözümüz o deyil ha. Yəni çox normal, adekvat, mədəni bir oğlandır Elvin. Sadəcə bu oyunda aşırı istəyinə görə bu adam alır kartları. İstəməsin, onsuz da alınmır. Onsuz Aşırı istək də alınmır. Elvin, qardaşım, qurban sənə. Çox istəmə. İndiki bu yığma üçün yəni dəyməz. Söhbət futbolistlərdən getmir. Çox istəmə. Yo, doğrudan çox istəmə. 0-3 olmasın, 0-5 olsun, 0-6 olsun, fərqi yoxdur. Çox istəmə. Yəni onsuz da oyunlarda canfəşanlıq edir. Baxırsan ki, ayağını soxacaq, başını soxacaq, sudya nəsə deyəcək. Ona görə alır da uşaq. Başı yəni normada deyil və yaxud da nəsə ondan deyil. Elə futbolçu var ki, oyuna çerezsür hazırlaşır. Elə nasıl oyuna çıxırsan ki, elə bir deyirlər ki, çox da qaz vermə də, yandıracaqsan özü. Başa düşdün? Adam elə Nastroy ilə hazırlaşırsan, oraya çıxırsan oyunda bir dənə, yəni bir dəfə, 2 dəfə, 3 dəfə, artıq neçə dəfə qırmızı alıb. Demir, qəsdən eləyir. Sadəcə olaraq artıq dərəcədə belə emosional olduğu üçün paslayan elə bir gəlir bunun başında çatlayır həmin qırmızı. Biraz özünü sılovlamalıdır, biraz səbir eləməlidir, o emosiyalarını saxlamalıdır. Qurban mənim özü də deyir. Yəni hamı da yazır, hamı da deyir ki, yəni əgər beləsinə davam eləsə olsa bizim millidə də və yaxud da Qarabağdansa baxansa bir legioner həyatı sürəcək, gedəcək məsələn tutaq ki, hansı İngiltərə Premyer Liqası, Nottingham Forestdə. Orada da gəlib belə eləsə olsa 2 dənə oyunda qırmızı. Sonra gəlib çıxa biləcək ki, bu xarakterlə. Yəni beləsinə olmuyor. Sən xarakterini şey bilirsən. Sadəcə olaraq özü də bilir, özü də istəmədən bilmirəm vallahi. Yəni qardaş mövqeyinin yaxşılarından biridir. Skautların da diqqətini cəlb eləyib. Normaldır. Avrokuboklarda da oynayır, millidə də oynayır. İndi Qarabağın heyətində çempionatı qoyuran bir kənara ki, skautlar daha çox Avrokuboklar maçına baxırlar da, beynəlxalq oyunlara. Mövqeyinin də yaxşı oyunçularından biridir. Bu heç. Bu baxımdan təriflərimizi də çatdırmışıq. O heç. Öz yerində. Amma bu cür xarakterlə əminliklə deyirəm ki, heç bir futbolçu transfer eləməyəcək. Yox, Elvin Cəfərquliyevin xarakterini mən sizə deyim, Ruslan, yanlış deyirəmsə, deyinən ki, düzü sənə də aiddir. Elvin Cəfərquliyev bilirsiniz necə oyunçudur. Yəni şəxsi cəhətlərindən danışmıram, amma oyundan danışıram. Bu adam çıxır, hələ xüsusən millinin oyununda. Elvin görsə ki, rəqib bizim qapıya tərəf qaçır, təkbətək çıxır və qol vurmağa hazırlaşır. Elvini qınlayan olmasa, imkanı olsa, yaxınlaşıb bıçaqlayar o rəqibi ki, vurmayasan. Yəni bu adam epizodunda Elvinə nəsə bir pis söz demişdik. Bayer Leverkusenlə oyunda Bakıda. O da demək də olmaz idi. Yəni rəqibi aşkar qoldan məhrum elədi. Hətta alqışladıq ki, həddindən artıq istəkdən şey deyir. Yenə deyirəm, məşqçi otursun, söhbət eləsin də oyna. Mən niyə görə danışmıram? Dəxilsiz yerə vərəqələr alır. Dəxilsiz yerə qırmızı vərəqələr alır. Qardaşım, məşqçi danışmalıdır deyirəm oyunçu ilə. Qurban Qurbanov da bacarmırsa, deməli onda bu futbolçunun başında problem var. Millinin məşqçisi Qurban Qurbanovdur. Ay qardaşım, klubdan başlayır problem. Qardaş, klubda Elvin oynamayanda Elvin əvəzində adam var. Klubda da qırmızı alır. Başa düşürəm. Mən sonra deyirəm ki, Qurban Qurbanov... Biz millini danışırıq, Qarabağı danışırıq. Deyirəm, hamısı klubdan başlayır da, milli piramidanın ən hündür uc hissəsidir. Klubdan başlayır bütün problemlər. Yaxşısı da pisi də. Bizdə piramida belə gəlir. Bizdə belə. Aşağı gedir. Bizdə piramidanın uc hissəsini bastırmışıq yerə. Bizdə milli dibdir. Dibə bastırmışıq. Piramidanın dibi. Nəysə, keçək çempionata.